İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub. RTV-nin xəbərinə görə hadisə Hacıqabul Bəhrəmtəpə Mincivan avtomobil yolunun İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı 2 Mercedes markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir nəfər ölüb. Xəstəxanadan verilən məlumata görə 09-10-2025-ci il tarixində saat 14:00 radələrində İmişli rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 5 nəfər İmişli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları, diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Zəruri instrumental diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.